Məntiqdən belə bir maraqlı suala baxaq. Sualda deyir ki, lövhədə toplama əməli verilir, amma segmentlərin bəzilərinin xarab olması səbəbindən rəqəmlər tam görünmür, necə segment xarab olub. Ümumiyyətlə segment deyəndə buradakı rəqəmlərdə hər bir hissəni başa düşürük biz. Bunlar hər biri yəni segmentdir. Yaxşı, burada hansı rəqəmlər ola bilər? Bunu fikirləşək. Burada məsələn mən qeyd etmişəm bu rəqəmləri. Yəni hansı formanı alır hər bir rəqəm yanında. Deyək ki, məndə bu hissədə belə bir şey varsa, məsələn orta hissədə segment yanırsa, yəni qaralanıbsa belə deyək. Onda bu hissədə hansı rəqəmlər ola bilər? Məsələn 2 ola bilməz. Niyə? Çünki bu hissə bizdə 2-də yoxdur, amma burada verilib. Sonra 3 ola bilərmi? 3 də olmaz, bu hissə yoxdur 3-də. Sonra 4 də ola bilməz, və sırf bu hissəyə görə 5 də ola bilməz. 6 ola bilərmi? Xeyr, 6-da bu hissə yoxdur, amma bizdə verilib. Sonra 7-də də buradakı hissələr, sol tərəfdəki hissələr yoxdur. 9 bəs, 9 ola bilməz, yenə soldakı hissə yoxdur. Deməli, yalnız nə ola bilər burada? 8 ola bilər. 8 ola bilərsə, onda bizdə bu hissələr nə olmalı idi? Əslində yanmalı idi, amma xarabdır, işləmir bu segmentlər. 1, 2, 3 dənəsi deməli burada işləməliymiş. Bu xarab hissələr 3 dənədir. Sonra davam edək. Məsələn, 8-in üzərində nəsə gəlib burada 2 rəqəmli fişa alıb. Düzdürmü? Ya nə ola bilər burada? Ya ola bilər məsələn, buradakı şəklə görə də 2 ola bilər. 0 ola bilmir çünki ortasında bir nəsə yoxdur 0-ın və yaxud da 1 ola bilməz, ortasında nəsə yoxdur. Ya 2 ola bilər fikirləşirəm. Ya da ki 8 ola bilər. Digərləri ödəmir. Məsələn 3-də də yenə sol tərəfdəki bu aşağı hissələrə baxsaq, 4-də də 5-də də ödəmir. Və yaxud da 6, 6-nın da məsələn sağ tərəfi yenə də ödəmir bu hissəsi. Bu 7-yə də aiddir. 9-da da ki, yenə də bu sol aşağı künüz bizdə yoxdur, amma burada verilib. Ona görə götürə bilmirik. Deməli, məndə ya 2 ola bilər, ya 8 ola bilər. Yaxşı, hansı ola bilər? Mən yaxşı 1-dən 8 götürsəydim, necə alardım? 8 götürsəydim, 8-in üzərinə 8 gələn nə alıram burada? 16, düzdürmü? Bax bunlar deyək ki, bizdə yanmalı idi, məsələn, düzdürmü? Bir də 16 deyirəmsə, bu hissə yanacaqdı, bir də belə bu formada da, düzdürmü? Bu hissə olmayacaq daxı. Səhv aldıq. Deməli, burada bu 8 ola bilməz. 8 ola bilmədiyi üçün nə ola bilər yalnız? 2 ola bilər. 2 də olmalısa bir dənə bu aşağı hissədə segment deməli xarab olur. Sonra 8 ilə 2-ni toplayanda nə alıram mən? 10 alıram, düzdürmü? 10 alıramsa, biri də bu formada göstərirəm, elə qaralamışam bayaqlar. Bax bunlar. 2 dənə burada. Bir də 0-da necə göstərirəm? Bunlar hamısı işləməli idi. Xarabdır sadəcə. 0-da göstərmək üçün bunlar olmalıdır. Ümumi nə qədər oldu? 1, 2, 3, 4, 5 dənə bunda, 2 dənə bunda. Sağ tərəfdə deməli 7 dənə segment, deməli sol tərəfdə 3 dənə burada, bir dənə də burada. Ümumi 3 plus 1 plus 7 nə qədər eləyir? 11 segment xarabmış.